Qardaş Allah xeyir versin. Allah razı olsun, çox sağ olun. Maşınınız Toyota Prius. Bəli, 20 Kuzadır, 2008-ci il, 7 düymə JBL-dir. Motoruna qətiyyən yağ azaltması yoxdur, bateriyakalar təzədir, koca salondur, çuxol atmışıq kömürlü çuxollarla. Maşın ideal vəziyyətdə, heç bir problemi də yoxdur. Nə vaxtdan işlədirsiniz maşını? 1 ildir bizdədir. Etibarnamədir mi? Alformutdur Etibarnamədir. Vaxtına var? Var hələ var, 1 il var. Texniki baxışı, sığortası? O təzə olunubdur, hamısı təzə olunubdur. Maşın yəni zövqə uyğun yığılıb. Bəli, sənədlər qaydasındadır. Zövqə uyğun yığmışıq. Priusdan 20 Kuzan işıqları zəif var, onu bir eddən əvəz eləmişik, dumanlı, lupalı eləmişik. Vuruq-udar söhbət yoxdur, vin kodunu vurub yoxlaya bilərlər istəsə. Bir dənə arxa saq kurlodan gəlmiş də, saq kurlodan gəlib. Başqa da heç bir problem yoxdur. Orada olubdu. Bəli, bəli, bir dənə orada kurloda. Motorun vəziyyəti hazırda necədir? Motorun vəziyyəti idealdır. Yığılıbdı mı yoxsa? Yığılır motor. 300 mini keçibdi. Siz yığdırmısınız? İndi hazırda yaxşı deyirsən, yağ azaltma yoxdur. Qətiyyən yoxdur, ideal vəziyyət. Nə qədər vaxt yığdırmısınız? 3 ay. Maşınımızın elektron motoru nətərdir? Elektrik motoru. Orada problem yoxdur. Batareyalarında. Bateriyakaları təzə almışıq hamısını. Maşında heç bir problem yoxdur. Ürəyini istəyən ustaya aparıb yoxlatdıra bilərlər. Qiymətdə 12 yarıma deyirik. Korobkası da yaxşıdır. Hər bir şey. Maşının ümumiyyətcə heç bir problemi yoxdur. Öndə səs yoxdur. Peredokda səs yoxdur. Peredok özümüz ustayıq, ona görə sıfırdan yığmışıq maşında. Maşın ustası. Bəli, bəli. Lap yaxşı. Təkərlər normaldır. Təkər normaldır, vuruq-udar qətiyyən yoxdur. Salon səliqəli. 6 elə üstü kimi. Zədə yoxdur ki. Xeyr. Maşında dəyişiləni var. Dəyişilən bir dənə arxa sağ kurlodur. Xaricdən gələndən o dəyişir. O düzəlib deyir qardaş, dəyişilməyib deyir, o da deyir. Kosmetik işləri, kraska vurulub yəqin ki əvvəl. Valla bizdə alınan belədir, yəni kraska elətməmişik. Bəzi yerlərində var, xırda kosmetik işləri var. Bəli, yüngül var kosmetik işləri. Şüşələrdə vəziyyət necə? Qırıq-çat yoxdur? Yoxdur. İdeal vəziyyətdədir. Bunlarda 4-ü də düymə iləndir. 7 düymədir, JBL-dir orijinal. Yox, yan şüşələri deyirəm. Bəli, İşləyirlər yəqin. Bəli, hamısı işləyir. Kondisioner buz kimi. İşli necə? İşli yaxşıdır mı? Qırıq-çat? Bəli, işli tərtəmizdir, heç bir problem yox. Maşınımız belə normal maşın. Dəri salondur qardaş deyir, amma dəri salondur, bəli. Arxadan bagajdan baxsa dəri olduğu görsənəcək. Kondisioner necə işləyir? Buz kimi, qəşəng işləyir, heç bir problem yox. Maşınızda 12.500. 12.500-də deyirik, bəli. Endirim də eləsək? Əlbəttə eləyərik də, ya alıcı olsa danışmaq olar. 12.000-dən aşağı düşmək olacaq? İnanmıram. Son fikir 12, hə? Bəli. Hansı rayondasınız? Şəki rayondadır maşın. Əlaqə nömrəsini deyin. 070 799 5051. Uğurlar arzu edirik. Çox sağ olun, təşəkkür edirik. Siz də sağ olun. Xeyir olsun qardaş. Çox sağ olun. Maşınımız Priora. Bəli. Lada Priora. Buyurun, məlumat verin. Bilək necə maşındır? İli 2008-dir. Ulduz tavandır, ambiyansdır, ev-altı işıqlardır. Tam 2013-ə yığılır. Peredok idealdır. Motorunda yağ azaltma var. Bunların bu xəstəliyidir, hamısında var. Texpasport öz adımızadır, sənədlər qaydasındadır. Format olmuş maşın. Bəli, öz adımızadır. Texniki baxışı, sığortası. Var, hamısı var. Maşınımızı alandan sonra xərcləriniz nə olur? Nəsə düzəltdirmişsiniz yoxsa? Sürürəm, 5-6 ildir məndədir. O çuxoldakı, altındakı zavod çuxoldur, ona görə sökməmişəm ki. Yəni belə altındakı zavoddur. Ona görə sökülməyib ki, xarab olmasın. Əsas maşınımız nə qədər sürüldüyü bilinir maşınımız? 400 nə qədər sürür? Motor açmışsınız, motor açılıb. Yox, açılmayıb, amma kolsalanmalıdır. Bir 300-400 belə xərci. Yağ azaltma ona görə də? Var. Amma deyirsiniz yenə də alınmır da, Prioralar onsuz da yağ azaldır. Bunların hamısında xəstəlikdir. Təsi necədir motorun? Normaldır, nizamlı bir dəqiqə vəziyyətdə. Korobkası necə? İdeal. 5 olur da bunlar? Bəli. Peredokudakı 1400 manat xərc qoymuşam. Səsi küyü yox. Xeyr, tam ideal. Harda desəsə yoxlatırım olar. Yaxşı. Təkərlər necə? Zəifliyib təkərlər? Normaldır. Hələ ki işlətmək olar? Bəli, həzə bir 5-6 ay gedər, amma o təzə olsa lap yaxşı olardı da. Altı necədir? Altı da normaldır, indi maşındır. Çürüyüb pası? Xeyr, yox. Harasa dəyib zədələnə bilir? Yox. Dəyişən varmı? Qapı, krel, kapot? Vallahi 6 ildir məndədir. Mən bildiyim qədər yoxdur, çünki məndə dəyişməyib. Olsa da krel zad belə olar. Kraska əvvəllər vurulub? Bu rəng olmur, zavod bu rəng gəlmir. Bu rəng Azərbaycanda 5-6 dənədir. Sonradan dəyişilib, texpasporta da qeyd olunur. İndi də var elə bilməm, kosmetik işləri var, eləmi? Var, oradan-buradan var. Şüşələrdən vəziyyət necədir? Qırıq-çat yoxdur şüşələrində? Şüşələrin normaldır. Ön paspresi təzə almışam. Yan aynaların 4-ü də düymədir, yoxsa ancaq önlər? Yox, qabaqlar. Maşınımızın şiti yaxşı. Bir də oturacaqlarda da onun altında demirəm, zabot çuxoludur, ona görə sökmürəm ki, cırılmasın. Sürücü tərəfdən çöküntü var, elə biləm. Yox, belə olur. Belə? Qabağı düzəldəndə, qabağı eləyəndə düzəlir. Kondisioner də var deyirsiniz? Bəli, kondisioner də var. Qazı azdır, amma var. O müəyyən bir şey xırda
problemlər var, onu da puldan çıxacaq. Maşınınızı neçəyə deyirsiniz? Maşını belə 5500-ə deyirəm. Real alan olsa o xərcləri nəzərə alıb aşağı verərəm. 5000-dən aşağı düşəcək, yoxsa son fikir 5-dir? Onu real alan olsa yəni söhbət eləmək olar. Əsas o dələqə saxlasın. Nömrəni deyin də qardaş. 050 429 01 92. Hansı rayondasınız? Bərdədədir. Uğurlar arzu edirəm bir daha. Səhər 8-dən axşam 12-yə qədər də inaktivdir. Zəng WhatsApp-ı da var, belə də işləyir. Bir daha uğurlar, sağ olun qardaş. Sağ ol. Qardaş Allah xeyir versin. Sağ olun hamıya. Maşınımız Mercedes 190. Buyurun, məlumat verin. Bilək necə maşında? Maşının ili 92, 1.8 avtomatdır. Maşınımız Kuzas zavoddur. Tam ideal hazır Kuzadır. Bir manatlıq maşın xərci yoxdur. Aparıb bir kraska vurdurum, ya altında çürüyü var, nəsə çıxartdım, heç bir şey yox. Motoru ideal işləyir, korobkası ideal. Maşında heç bir xərci yoxdur. Nə vaxtdan sizinkidir? Maşın açıb 3 aydır məndədir. Aformutdum, etibarnamədirmi? Etibarnamə ilə. Sənədləri necə? Texniki baxışı, sığortası. Texniki baxışda, sığortada hamısında vaxtına var. Sənədlər tam qaydasında. Alandan sonra xərciniz olub maşınımıza? Yox, maşına heç bir xərc çəkməmişəm. Necədir o vəziyyətdə? Hə, o vəziyyətdə çünki maşında heç bir xərci yoxdur. Motor necə? Motor tam ideal. 1.8 deyirsiniz. 1.8 avtomat. Yağız atmadı, səsdir. Heç bir şey yoxdur maşında. Korobkası necə? Atması səsi Heç nə yoxdur? yoxdur. İdeal. Difer. Diferdə də heç nə yoxdur. Maşın tam hazırdır. İdeal heç bir xərci maşın bugünkü tələb edir. Polunda çürüyü, pası. Heç bir şey yoxdur. Ümumiyyətcə yoxdur Yox, polda. yox. Maşında udar olmuşdur. Olmaz. Peredok necə? Peredok tam ideal. Daşkəsəkli yolda səs eləmir ki. Heç nə. Təkərlər necə? Təkərlər də yaxşı. Təkərlər orta yaxşıdır. Maşınımızın dəyişilən dəyişisi yoxdur. Yox, Qapı, yox. krel, kapot. Heç nə yoxdur maşında. Kraskanı nə zaman vurmusunuz? Kraska mən belə almışam. Kosmetik işi yoxdur ki. Yox, heç nə yoxdur. Bir qəpli maşın xərci yoxdur. Luka açıq yəqin ki işləyir. Yox, işləyir, hər bir şey işləyir maşına. Konser var. Yox, kondisioner yoxdur. Salon səliqəli. Bir qəpli maşın xərci yoxdur bugün. Şüşələr də təmizləyə biləm, hə? Hər şey maşın. Əllə mi qalxır yan aynalar? Yox, qabaqlar avtomatdır, arxalar əlləndir. Maşınımızın oturacaqları da çıxolluğu yaxşıdır. Maşınımız belə də mükəmməl maşındır. Əsas qiymətlidir. Qiyməti 5700-ə deyirəm, real alıcıya endirim eləyəcəm. 5200. Yox, 5200 yox. 5 artsa 250 endirim eləyərəm. Hara gəlsinlər? Hardadır Özüm maşınınız? Bərdədə olum. Əlqə nömrəsi xatırlayın. 51 826 85 56. Uğurlar qardaşım. Sağ olun. Siz də sağ olun. Ört. Xeyirli olsun qardaş. Sağ olun. Maşınımız Mercedes Y-Class, 4 göz deyirik də. Bəli. Buyurun, məlumat verin. Bilək necə Maşın maşın? 2.4 motordur. Tiptronik korobkadır maşın. Tam ideal hazır kuzadır maşında. Heç bir xərc tələb etmir. Salon kimsika təzə olubdur maşında. Maşının hər bir şeyi zavod detalları üstündə. Yəni buyurub baxa bilərsiniz. Maşınımızın Maşının motoru- ki maşın üstündədir hər bir şey. Deyirsiz 2 2.4. 2-4. Benzin mühərrikdir. Bəli. Necədir mühərrikin vəziyyəti? Mühərrik ideal vəziyyətdə. Yağız Saz atma, kimi. səs. Heç bir şey yoxdur. Maşının motoruna bir qəpik xərc qoyulası deyil. Maşınımız nə vaxtdan da sizdədir? Maşın 7 aydır. Texniki baxışı, sığortası. Hər bir şey var. Maşın sənədlər tam qaydasındadır maşının. Maşınımızın korobkası necə? Tiptronikdə korobka heç bir şey yoxdur. Vurma, atma heç bir şey yoxdur maşının korobkası. Difer də vəziyyət necədir? Qəşəngdir. Səsi yox. Səs, küy heç nə yoxdur. Altı necədir polu? Pol çiçək kimi. Öndə, peredokda. Heç nə yoxdur. Maşını bugünkü gün bir qəpik xərc tələb etmir. Heç kim aparıb maşına xərc qoyası deyil heç arasına. Nə bilim, vallahi izləyicilər də yazır ki, gedib maşını alıb gətiririk, problemləri çox olur. Yox, problemli maşın deyil. Maşın hər bir şeyinə sahib tərəfindən bütün xərci qoymuşuq. Əsas odur ki, problem olmasın da. Təkərlər yaxşı. Təkərlər qəşəngdir. Maşın hər bir şeyi. Maşınımızın dəyişilənləri, qapı, krel, kapot. Maşında bir dənə sağ krel dəyişib, o da sıyrığa görə. Kraskada tam vurulmuş orada. Bəli, maşın kraska sistemində bir qəpik xərc, kosmetik işləri heç bir şey yoxdur maşının. Şüşələri təmizdirmi? Yoxdur ki, qırığı çatır. Dördü də düymə iləndir. Bəli. Dəri salondur. Düymə ilə idarə olunur da oturacaqlar. İşiti təmiz, monitor quraşdırılıb. Nə bilim, konser yaxşı işləyir. Konser də yaxşı işləyir deyir qardaşımız. Hə, maşınımızın qiyməti Qiyməti 14500-ə deyirik, real alıcıya endirim olunacaqdır. 14500. Nə qədər? Gəlsin maşın yanında real alıcıya O qardaşın maşını deyiləm, ondan soruşaq gələk neçə verir. Neçə? 14500. 14 yarıma deyirik, yaxşı endirim eləyəcəyik. 13500 qardaş. Gəlsin, Ha, nə deyirsiniz? gəlsin. Vermək olar? Onda telefon nömrəsidir.
051. Aha. Öz nömrəndə yoxsa oğlanınkidir? Mənimki. Deyil. 051 826 8556. Sənin vasitənlə satılsa ikimizə də pul çatır, eləmi? Bəli. Hardadır maşın? Maşın Bərdər rayonunda. Uğurlar arzu edirəm. Sağ olun. Siz də sağ olun. Qardaş Allah xeyir versin. Allah şəməyiniz olsun. 06 maşınınızı gətirmisiniz satmaq üçün. Bəli, Kürdəmirdən gəlmisiniz. bəli, bəli. Xoş gəlmisiniz. Xoş Maşın da 5 il, 6 il bundan öncə bizim kanaldan almısınız. Bəli, bəli. 6 il bundan öncə sizin kanaldan almışam. Maşının heç bir problemi yoxdur. Yaxşı maşın olubdu ki, işlətmisiniz də bu Bəli, qədər. bəli, bəli. Şüşələr podiumlik, 5 skors, 5 rümka olmuş maşındır. Dəri salon, pioner kolonka, maqnitofonu. İli neçə idi maşınınızın? İlin 2006. 2006-nın maşınıdır. 2021-də də siz almısınız. Bəli, bəli, bəli. Siz alandan sonra xərcləmisiniz maşınınıza? Lazımi şeyləri bəli, xərc çəkmişəm. Bu da özüm üçün. Mühərriki yığdırmamısınız. Mühərrikin xeyr. 06 mühərrikdən. Bəli, bəli, bəli. Necədir? Yağ azaltması, səsi, Kapili yoxdur. mühərrik yaxşı. Bəli, bəli. Korobkası, Karovka 5. atma, səs. Heç bir şey. Elə siz alanda da 5 idi. Bəli, bəli. Difer necə? Diferli səs yoxdur. 6. Çürüyü, pası, Pastan zədəsi, söhbət edə bilməz. 6 təmiz. Bəli, bəli. 6 hətta belə deyərdim üstündən təmiz. Zavoddan qratı ilə qaldırmaq olurmu Bəli, maşınınızı? bəli, tam olaraq. Yerləri salamat. Bəli. Öndə vəziyyət necədir? Peredokda. Heç bir problemi yoxdur. Problemi əgər də alan varsa, gəlsin problemi göstərsin. O həmin 2 qat divayını olar onun pulunu çıxaram. Biz ilk məlumatları verməyə çalışırıq da. Yəni deyirik görək daş kəsəkli yolda səs eləyir yoxsa yox? Xeyr. Tam Təkərlər yaxşıdır elə bilirəm. 1-2 ayda təkər dəyişdirdim. 75 manat almışam bir ədədin. Təkərlər yaxşı. Bəli. Maşınımızın dəyişilənləri, qapı, kril, kapot, Başının dəyişilən bir dənə sol krilo dəyişib. sürücü tərəfdən ön Bəli, kril bəli, dəyişdi. bəli. Sizdən əvvəlmi yoxsa? Yox elə ümumi olaraq mən alamda bez detal idi. Məndə bu dəyişib. Hə, sizdə də Bəli, bəli. dəyişmisiniz. Kraska necə? Vurdurdunuz yoxsa? Maşınınız Kraska bəli, kraskalanıb? bəli. İndi var kosmetik işləri. Xeyr. Maşınımızın şüşələri necə? Podiumlikli qarşılar. İşləyirlər yəqin ki. Bəli, bəli. Hal-hazırda işləyir. Hə, dediniz bəs eləyər, göstərsə işləyirlər. Qapılar da deyirsiniz ki, Bəli, yavaşcan qapının açılıb bağlanması örtülür. vaxt belədir. Bir dənə barmaq kifayət eləyir ki, qapı bağlansın. Qəşəng. Şitin üstü yaxşıdır. Çarpağı, partlağı Eləmi? yoxdur. Oturacaqlara Çəkə bilərsiniz. çxol çəkmisiniz. Bəli, bəli. Dəri üzü çəkmişəm. Hə, altı yəqin ki, Özü salamatdır. parçadır, bəli, bəli. Tam olaraq ideal bir şəkildə parçadır. Hə, qardaş. Yaxşıdır, yaxşıdır. Maşınımız normal maşındır. Bəli, Allah. Kimdə ki əlavə nəsə soruşmaq istəsə sizinlə əlaqə saxlaya bilər yəqin ki. Bəli, təbii ki. Qiymətini də deyin, telefon nömrənizi də deyin. Qiyməti son olaraq 6000. Telefon nömrəmiz 051 677 78 77. Gələn olarsa o 6000-dən nəsə bir cüzi endirim olacaqmı? Olar. 100 manat, 200 manat. Bəli, bəli. 100-200 manat tam olaraq sizin sözünüzə qüvvət olar. Yerimizdəki Yeni Yasamal Qanlıgöldə olur maşın. Bakıdasınız. Bəli, bəli. Hə, mən elə bildim Kürdəmirdəsiniz. Xeyr, xeyr. Amma sənədi soruşmadıq, sənəd aformutdur. Bəli, bəli. Öz adınıza keçirsiniz. Bəli, bəli. Nömrəmə həmin nömrə qalıbdı. Bəli, əvvəlki həmin nömrə. nömrə qalıb. Uzatdınız ki. İstəyənə 1 illik etibarnamə verirsiniz. Bəli. Uğurlar arzu edirəm qardaşım. Çox sağ olun. İnşallah elə Allah bu kömək günlərin bunu Bərdəmaş bazarında satıb gedəsiniz. İnşallah qardaş. Allah anana xeyir versin, satana da. Heç bir maşından da batir olmur. Dəyişmək istəyirsiniz də, təzə maşın almaq Tam istəyirsiniz. olaraq Özünüz yəni üçün. bəli, vacib pul lazımdır. Uğurlar arzu edirəm. Sağ olun. Minnətdaram. Sağ olun. Sağ olun. Xeyirli olsun qardaş. Sağ ol qardaş, Allah köməyin olsun. 07 maşınınızı satırsınız. Bəli. Buyurun, məlumat verin. Bilək necə maşındır maşınınız? Maşın 1992-ci ildir. 2019-dan adımız aformutdur. Motor, karovka, difer yaxşı vəziyyətdə istəyir. Belə. 2019-dan maşın sizdədir. Aformutdur bəli adımıza. Maşınımızın hazırda texniki baxışı, sığortası, Hamısı var. sənədlər qaydasındadır Bəli, mı? bəli, bəli. Maşınımızın mühərrikini nə zaman yığdırmısınız? Mühərrikin yarısı 2020-ci ildə. Yığdırmısınız. Bəli. 06 mühərrikidir, yoxsa 03-dür. 03 mühərrik. Karovka 5-dir. Necədir mühərrikin hazırda vəziyyəti? Qəşəng, yağ azaltma yoxdur. Səsi də yaxşı? Səsi də yaxşıdır, hər bir şey yaxşıdır. Korobkası necə? Karovka da qəşəngdir, 5 Atma yoxdur karovkadır. ki onlarda. 5 karovkadır. Diferdə səs yoxdur. Xeyr. Difer səs yoxdur. Altı necədir maşınınızın? Polo. Altında yəni türk yoxdur, yəni böyrünə krilin ayağında palamika dəyişməlidir. Yəqin ki 8-də düşübdür.
Kantlarda da elə mi deyirsiniz? Yox. Yoxsa krellərin kənarları? Krellərin ayağında elə bir şey. Aha. Danqrat yerləri varmı? Bəli, var. Öndə vəziyyət necədir? Peredokda. Əladır, yaxşıdır, istəyər. Səsi küyü yoxdur ki. Xeyr. Təkərlər necə? Təkərlər yəni 5-6 ayda almışam. Normaldır. Hələ Normal işlətmək olar. Bəli, bəli. Maşınımızın ili neçə idi? 1992. 92. Dəyişilənlərin çox olar yəqin ki, eləmi? Tam bilmirəm, yalan deyirəm. Yəni 2019-dan almışam, adımız Aformutdur. Yəni 2019-dan bu günə qədər məndə heç nə dəyişməyib. Heç şübhələnmədin ki, bu krel dəyişmiş olar, bu qapı dəyişmiş Belə olar. maraqlanmamışam. Yəni heç bir yəni problem yaratmayıb, heç maraqlanmamışam. Kraska da vurdurmamısınız? Kraska vurmuşam 2020-ci ildə. Elə biləm cüzi Yox, də olsa kosmetik işləri Ha, var, qopan belə bir yerlər şey, var. Qopan yerlər deyəndə yəni o türəyən yer də var. Yəni orası ya dəyişməlidir, ya o krelin ayağın. Palavinka dəyişməlidir. Yəni o bütün yan kraska ehtiyacı yoxdur hal-hazırda. Maşınımızın şüşələri. Ön alın şüşəsində Bir dənə çat var. bir də çatı var, hə? Hə. Çat var. Yan şüşələr təmizdir? Təmizdir. Əllə mi qalxır, düymə ilə mi? Əllə qalxır. Şitin üstündə də çat var. Bəli. Bir-iki dənə çatı var. Oturacaqlar normaldır deyə Normaldır. bilirəm. Belə də maşınımızın əsas qiymətidir. Qiymət müəllim 2800 manat deyirəm. 2800 manat. Bəli, deyirəm. Endirim də eləyəcəyik. Bəli, bəli. Nə qədər endirim eləyək? 2400 manat. 400 manat Yox, endirim. 400 yox, elə bil ki 2500 manata yəni vermək olar. Elə mən dediyimə yaxınlaşmışıq, hə? Hadi yəni 2500 manata inşallah vermək olar. Hala gəlsinlər. Bərdər evində. Əlaqə nömrəsini deyin də. 050 503 4050. Allah xeyir versin. Çox sağ olun, minnətdaram. Allah razı olsun. Siz də sağ olun, təşəkkürlər. Qardaş, Allah xeyir versin. Çox sağ ol qardaş. 06 maşınınızı satırsınız. Bəli. Buyurun, məlumat verin. Bilək necə maşınınız? Bili 86, motor 011, kalovka yaxşı, Mustangda işinin səsi var. Yəni kraskadan təzə çıxmış maşındır, təkərlər təzə. Yəni budur da qardaş, göz qabağında çəkmiş. Nə vaxtdan sizdədir? İkinci də keçir qardaş. Aformut mu, etibarnamədir Yox, mi? etibarnamə yəni. Yeniləyirsinizsə? Bəli. Texniki baxışı, sığortası. 11 ay var vaxtı. Alandan sonra xərcləriniz nə olub? Nə düzəltdirmisiniz? Maşın kraska atmışıq, təkər almışıq. Biridir, sürülən maşındır. Orasına böyle xadavoy əl gəzilir. Motorunu heç yığdırmadınız? Yox, motor mühərrik yaxşıdır. 011 mühərriki, Bəli, yaxşıdır. yağ azaltma, səs. Xeyr, yağ azaltma azad yox. Karobkası necə? Kalovka 4. Atmağı yoxdur Xeyr, ki. xeyr qardaş, yox. Difer də səs. Var, Mustangda işinin səsi var. Dəyişilməlidirmi, yoxsa düzəltmək olarmı? Vallahi yəqin ki, dəyişirsə lap yaxşı olar. Altı necədir, polo? İşlənilib də, çürük zadov çıxıb. İndi yoxdur hazırda. Yox, yox. Danqrat yerləri varmı? Danqrat yerləri bəli var. Öndə vəziyyət necədir, peredokda? Peredoku yaxşıdır. Daşkəsəli yolda səs eləmir ki. Yox, elə çox səs-küyü yoxdur. Qapılar da damsı yığılıb STP ilə. Təkərlər bilim yoxdur. Hə, təkərlər də damsı təzə vurulub altına. Disklər Maşınımızın təzə alınıb. ili neçə idi maşının? 86. 86. Dəyişiləni yəqin çox olar. İndi qardaş 86 maşındır ha, vallahi. Qalanı soruşmaq lazımdır, hə? Hə. Dəqiq Əsas odur ki, yox, əsas odur ki, salamatdır. Rəng qrupu yerindədir, təkəri yaxşıdır. kosmetik işi yoxdur elə. Kosmetik işi yoxdur. Kosmetik ehtiyac yoxdur. Şüşələr yaxşıdır mı? Qırıq çat yoxdur. Xeyr, şüşələr də damsız yaxşıdır, qırığı söküyü yoxdur. Aha, bir son deyirlər. Həmin şüşədən də özdə deyəsən. Hə, hə. Maşınımızın şitinin üstündə çat var, hə? Bir-iki yerində. Üstünlər var, bir dənə iki yerində çatı var. Oturacaqlarda da Oturacaqlar da hamısı yaxşıdır. Salon sərgəl. Sürücü tərəfdə can süzülmə var. Belə də maşınımız normal maşındır. Qiymətini biləndən sonra deyəcəyik indi. 2900 manata deyilir. Endirim eləsək. Eləyək. 2500. Siz El gün tərəfdən, 2500. siz tərəfdən gələn olsa yoluna qoyarıq. 2500-ə verməyək. Hə, deyir ver getsin. 2500-ə verdik maşını. Telefon nömrəsini xatırlat. 050 898 64 68. Maşınımız da Bərdədədir. Maşınımız da Bərdədədir. Uğurlar arzu eləyirəm. Çox sağ ol qardaş, var ol. Siz də sağ olun. Qardaş, Allah xeyir versin. Sağ ol, Allah razı olsun. Maşınınız Opel, eləmi? Opel Astra, bəli. Buyurun, məlumat verin. Bilək necə maşındır? 2008'li, 1.7 dizeldi. Motor korobka ideal. 6+1'dir skorost. Heç bir dəyişən detalı yoxdur. Maşın idealdır, yəni maşında bugünkü heç bir rasot yoxdur, otursun. 2008-in maşını. Bəli, 2008. Siz nə vaxtdan Teks motoru, işlədirsiniz? sığortası. 4-5 ay olar bizdədir. Sənədi aformutdurmu, etibarnamədirmi? Yox, etibarnamədir, motor nömrəsi zadı hamısı qaydasındadır. Sənədləri qaydasında, Bəli, bəli. texniki baxışı, Hamısı sığortası. təzə olunub. 1 aydır, 2 aydır teks motor sığorta olunub.
Alandan sonra xərcləriniz nə olubdu? Nə düzəltdirmisiniz? Xadavoy sistemində əl gəzdirmişik. Rolevoyunda problem vardı, onun zbor rolevoy kolonka hamısını dəyişmişik. Mühərrikini özün yığdırmamısınız? Yox, mühərrik saat kimidir. Səhər-səhər xod deyirsən, kapli tüstü də vermir. Kubu dediniz Saat neçədir? Bir neçədir? 1.7. 1.7 dizel mühərrikdir. Bəli. Yağ azaltma səs yoxdur. Qətiyyən, qətiyyən. Saat Yanacağı nə qədər yandırır? Onu da deyin də bizə. yanacaq çox az yandırır. Buradan Bakıya 400 kilometrə 15 manat yanacaqla getmək olar. Konserdə dersi yaxşı Bəli, işləyir. bəli, hamısı, hər şey. Korobkası mexanikadır. Bəli, bəli. 6 skors önədir. 6+1. Maşınınızın ön çəkən maşınıdır da. Bəli, bəli. Qranatlar. Qəşəng. Xadavoyunda bir dənə səs-küy yox. Ümumilikdə maşınımızın altında vəziyyət necədir? Super. Daş kəsərli yolda səs eləmir. Qətiyyən. Polda zədə yoxdur, çürük Xeyr, pas. xeyr, qətiyyən. Təkərlər yaxşı, təkərlər də Normaldır, normaldır. Dəyişiləni varmı nəsə? Xeyr, ümumiyyətlə dəyişilən detal Qapı, yox. kril, kapot. Hamısı zavoddur. Kraska vurulub. Kraska vurulub, hə. Kraska deyən yeri var, ancaq zavod maşınıdır. Yəni heç bir detal dəyişilmir. Kosmetik işi yoxdur ki hazırda. Xeyr, xeyr. Şüşələr necə? Sağlamdırmı? Qəşəng, hamısı Qırıq çat zavoddur. yoxdur. Xeyr, çatı-matı yoxdur. Önlər düymə ilə, yoxsa dördü də? Önlər düymə ilə də arxalar rüşnoydur. İşte təmiz, Bəli, bəli. oturacaqlar, Şey, parça salon, normaldır. Belə də maşınımız normal maşındır. Yaxşıdır, ideal vəziyyətdədir maşın. Qiyməti dedik neçə? Qiyməti 7-9-a deyirik. Yəni 7900 real alıcı olsa endirim eləyərik inşallah. Nə qədər də endirim təxmini? Mən bir 300-400 manat yenərik. Əlaqə nömrəsini xatırladım. 010 311 70 77. Hansı rayondasınız? Tərtərdə. Uğurlar arzu edirəm. Allah razı olsun. Siz də sağ olun. Dəyərli izləyicilər, İbrahim adında oğlandı, gözəl oğlandı. Gətiribdi maşınlarını satmağa. Nədir maşınımız? Bir dənə Hyundai Sonata-dır. İli 2005-dir. Yəni Bakıda da gedir. Zavodskoy maşındır. Yəni motoru da 3-3-dür. Yəni tərtərdə belə maşını yəni tapa bilməzsiniz də. Yəni Yaxşılığına görə tapa bilmərik, yoxsa pisliyinə görə mi tapa bilmərik? Yaxşı maşındırmı, pis maşındırmı? yaxşı maşın ola bilər deyən tərtərdə tapmaq olmur, çətindir. Ay maşallah. Yəni Bakıda da gedir. İli neçədir maşınımızın? Maşınımızın ili 2005-dir. 2005. Kim işlədir maşını? Maşını atan işlədir. Bir dənə də Zeyn olar. Əmin də işlədir, atan da işlədir. Nə vaxtdan işlədirlər? Çoxdan işlədirlərmi, yoxsa təzə alıblarmı? Yox, təzədir. Alvez deyil abi. Alverin eləyirlər. Bəli. Hə, yaxşı Bir şey eləyirlər. lukuda zadı da var. Hə, Allah çörəklərin yetirsin. Yaxşı eləyirlər. Sağ ol. Hə, alandan sonra bunu bilmədin, haralarını düzəltdirdilər? Xərcləri oldumu? Bunun biz dənə kondisionerinə xərc qoyduq. Kondisionerinə. Hə. Biz də ki Motoruna baxmayıblar, motoru, mühərriki. motorda biraz baxdılar. Hə. Problemi var motorun, yoxsa yaxşıdır? Yox. Əyladır. Yaxşıdır. Yağ azaltmır ki. Yox. Aha. Korobkası necə? Korobkası. Korobkası bomba kimidir yəni. Ay maşallah. Heç dağılmır korobkası. Şey 10 manatlıq benzindən Gəncədən bura 100 Gəlir, Gəncədən gəlir. Hə. Elə Gəncədən almışam. Elə əməliyyatçının maşınıdır. Yəni çox gözəl maşındır. Yəni hər şey düyünlə. Ön çəkən maşında eləmi qardaş? Ön çəkən maşındır. Peredokda səs-küy yoxdur ki. Yox. Gəl. Peredoku yaxşı. Maşınımızın təkərləri necədir? Təkədə təzədir. Təkərləri yaxşı. Altında yoxdur zədəsi. Yox. Altında yox. Heç nə yox. Maşınımızın dəyişiləni, qapı, kril, kapot. Yox. Heç nəsə Heç nə deyil, dəyişmir. dəyişilmir. Amma kraskalanmış olar da. Artıq 21 biraz. min maşındır. Bir də ki dal işığı biraz işlənilib. Onu elə belə düzəltdirmək olar. Onu da düzəltdirəcəyik. Maşınımızın şüşələri Şüşələri təmizdir, bombadır, qırıq-çat yəni heç yoxdur. bir Yoxuna kimi işləyir. Dördü də düymə ilə qalxırmış şüşələr. Dördü də düymədir. Luku da işləyir. Kondisioneri deyirsən düzəltdirmiş, yaxşı işləyir. Bəli. Üstün üstü yaxşı. Yəni bir zədəsi yoxdur da. Bir dənə dəri salonlu oturacaqlarında düzədələr, hə? Bir dənə buranı yüngül var, bir dənə çuxol alaq suyu. Bu da biraz
cırıqdır. Hə, Yəni İbrahim, də qiyməti deyil mi? neçədir? Qiyməti? Qiyməti 10.700-ə deyirik. 9700. 9.700-ə deyirik. Real Belə alıcı olsa indirim edir. yəni endirim olsa yəni son qiymət 9300-dür də. 9300. Hə, telefon nömrəsini bilirsən? Telefon nömrəsini yox. Bilmirsən onu? Hə. Neçədir qardaş? Telefon nömrəsini deyin. Deyim öz nömrə. Hə, hə, de, özün de. Yaxşı nömrə. De. 010 010. 0 311 311 70 77. 70 77. Tərtərə gəlsinlər. Yox. Hə, hara gəlsinlər? Tərtərə, hə. Tərtərə də gələ bilərsiniz. Nicat köçünə. Bir də ki 5-ci gün bazar olur. Bərdədə Maşın bazarına gələ bilərlər. Oxuyursan? bəli oxuyur. Neçənci sinifdəsən? 2 keçdi. Ay maşallah. Dostlar var. Böyük. Yox, dostların var, sənin Hə, var. dostların. Salam göndərəkmi dostlarına? Hə. Mən də sənin dostlarına buradan salam göndərirəm. Sağ ol, ay İbrahim. Sağ ol. Denən dostlarıma salam olsun. Dostlarıma salam olsun. Bu videonu izləyənlər hamısı yəni bəyənsin də dostlar. Ay maşallah. Çox sağ ol, çox sağ ol. İbrahim balamız deyir ki, bir dənə də Renault Meganımız var, bunu da çəkəcəyik. Renault bir də Çin Megane. Yəni bunun heç bir zərəsi yoxdur. Yəni bezdatal maşındır. Təkəzər təzə. Nə bilim, kondisionerin qazı yox idi, onu da düzəltdik. Valla təkəzər təzə. İli neçə daha İbrahim bu maşın? Bunun ili 2006-dır. Qiymət də 6300-dür. 6300. Hə. Biraz da endirim eləyərik lap. Sonu 5-8-ə verər. 5800. Hə. Kapotun qaldıraq mı motorxanasına bax? Bəli. Əms kapotun qaldırın onu. Bunu Qapı açılır. Qapını aç bir dənə. Görək motorxana necədir. açıldı. Qoy mən gəlmə açım. Yəni gördüyümüz kimi maşının motoru 1.5'dir. Hə, Dizel 1.5 motordur. dizel. Necədir motorda vəziyyət? Siemens motordur. Yəni ən güclü motorlardandır da. Yəni şupu yox idi, gördüyümüz kimi şupu da var, almışıq. Ay maşallah. Nəyi var deyirsən, ey sən? Hər şey düzündə deyən uşaqsan. 6 skorusdur denən. Qapqası altı skoruz. Bəli, Necədir? Motor yaxşıdır? bəli, bəli. Gəl, Yəni şəhərdə belə zeyno görməmisiniz də paçda. gəl maşınımızın bu bir hissələrini göstərək görək bu tərəflərinə tərdir. Buyurun, salonda çəksən. Qapılar niyə çöldən açılmır? Xarab olub yoxsa? Hə, çöldən. Baba bunda da. İçəridən bağlıdır qapılar. Hə. Baxın dostlar. Qoy görək oturacaqlar yaxşıdır. Yəni bomba kimidir də. Oturacaqları da belə çuxullanır. İli 2006'dır. Yəni 2006. bezdetal maşındır. İli 2006'dır. Yəni benzin şeyində və belə düzələnmir. Gəl bagajda seçək. Aç göstər. Bırak qoy getsin, aşağısını qaldıraq. Bırak buranı. Ay sağ ol. Bu aşağı hissəsini qaldır görək burada necədir. Hə, ehtiyat təkəri qoydum. Işqandıraq. Hə, belə. Ehtiyatlı ol. Yəni təkərlər təzə keçək. Bax, cızığı yoxdur yəni. Ay sağ ol. Təkərlər yəni Megane Zeno'nun başqa təkəri olur. Bu ayrı diski təkər var. Qabaq qapını açsan mı içərisinə də baxaq. Ha, şüşələrin dördü də düymə iləndir. Bəli, bəli. İşləyirlərmi? Bəli, niyə işləmir? Prosto maşın Yox, açılmalıdır da, zamok açılmalıdır. Bəli. Bu maşınımızın salonu. Ayaqaltılar təzə, yəni çuxollar təzə. Çuxolda atcacana cızıq da görənməlidir. Prosto biraz deməyən cızıq hissəsi ola bilər, amma
heç bir zərrəsi yoxdur da yəni. Maqnitofon da qoyulubdu, mexanikadır. Bəli. Gördüyümüz kimi heç birdən 6-ya kimi Zeyna görülmüşsünüz, amma bu bizdən 6-ya kimidir. Yəni 6 skorusdur, eləmi? bəli. Aha, sağ ol. Hamısı 1-dir, 1-5-dir, bu 1-6-dır. Nə gözəl, nə gözəl. Bu da tərtərdədir, bu maşında. Bəli, bəli, tərtərdə nizat körpüsündə də olur. 5-ci günlər bazar günü buzda da olur, yəni. 5-ci gündür, bu gün gətirmişəm. Uğurlar arzu eləyirəm. Sağ ol, ay İbrahim. Sağ olun, Allah razı Sən də sağ ol. Bəlkə nömrə ilə əlaqə saxlasınlar, eləmi? Bəli, bəli, bəli. Sağ ol, sağ ol. Yəni əlaqə saxlamaq istəyirsinizsə, yəni nömrəni şərhdə aşağıda yazacağam. Nömrəni şey eləyin, gəlin baxın, yəni Beyzatal maşınlardır. Uğurlar arzu eləyirəm. Sağ ol. Sağ olun, sağ olun.